بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli. Allah Azze ve Celle'nin izniyle Tövhid ile Şirk dininin mücadelesi adlı silsile derslerimize devam edirik. Ve bundan sonra Şeyh Muhammed bin Abdülvahhab rahimahullah buyurur ki, biz deyirik ki tövhid iki kısımdır. Birincisi rububiyet tövhididir. Bu Allah'ın yaratma, işleri idare etme meselesinde ne meleklerden, ne peygamberlerden, ne de başkalarından hiçbir şerikinin olmamasıdır. Bu, hiç kesin inkar etmediği bir hakikattir. Ancak bir kes rububiyet tövhidini tasdik etmesiyle İslam'a girebilmez. Hatta insanların en kafirleri de rububiyet tövhidini tasdik edirler. Allah Azze ve Celle buyuruyor ki, قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ اَمَّنْ يَمْلِكُ السَّمْعَ وَالْأَبْصَارَ وَمَنْ يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَمَنْ يُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَمَنْ يُدَبِّرُ الْأَمْرَ فَسَيَقُولُونَ اللّٰهِ قُلْ أَفَلَا تَتَّقُونَ. De ki, size göğden ve yerden ruzi veren kimdir? Kulaklara ve gözlere hakim olan kimdir? Ölüden diri çıkaran, diriden de ölü çıkaran kimdir? İşleri yoluna koyan kimdir? Onlar mütlak diyecekler ki Allah'tır. De ki, bəs Allah'tan qorxmursunuz mu? Yunus suresi 31. ayet. Bir kesin İslam'a girmesini temin eden şey uluhiyet tövhididir. İnsan rububiyet tövhidini tasdik etmekle Allah yaradandır, Allah ruzi verendir, öldürendir, dirildendir diye itikad etmekle İslam'a girebilmez. Bu onun İslam'ı için kifayet değildir. Bir kesin İslam'a girmesini temin eden şey uluhiyet tövhididir. Bu ise Allah'tan başkasına ibadet etmemektir. İnsan Allah'tan başkasına ibadet etmediği zaman İslam'a girir. Bu zaman Müslüman olur. Bunu belə izah etmek olar. Allah Resulü sallallahu aleyhi ve sellem Allah'tan başka varlıklara ibadet eden cahiliye toplumuna gönderildi. Onların bazısı bütlere ibadet edirdi. Bazısı İsa aleyhisselama dua edirdi. Bazıları da meleklere dua edirdiler. Allah Resulü sallallahu aleyhi ve sellem onlara bu əməllərin hamısını nəhyetti. Onlara Allah'a təkləşdirməyi ve Allah'tan başka ister peygamber olsun, ister melek olsun, hiç kəsə ibadet etməməyi emretmek için özünün Allah tarafından gönderilen Resul olduğunu beyan etti. Kim Allah Resulü sallallahu aleyhi ve sellemi inkar ederek İsa aleyhisselama veya meleklere dua etmeye devam etmiştise, onlardan yardım istemiştise, onlara sığınmıştısa, yaradan ve ruzi verenin Allah olduğunu tasdik etse de Allah'tan başka ilah olmadığını inkar etmiş oldu. Bu alimler arasında icma edilmiş meseledir. Bir adam Allah'ın ruzi veren olduğunu, öldüren, dirilden olduğunu tasdik etse bile Allah'tan başkasına ibadetin herhansı bir yönü Allah'tan başkasına yönelderse alimlerin icması ile Allah'tan başka ilah olmadığını inkar etmiş oldu. La ilahe illallah kelimesini inkar etmiş bir kafirdir, müşriktir. Bil ki zamanımızdaki müşrikler meleklere, salihlere ve velilere dua etmekle, onlardan şefaat talep etmekle ve onlara yakınlaşmayı istemekle Allah Resulü sallallahu aleyhi ve sellemin zamanındaki kafirlerden daha ileri gitmiştiler. Şeyh buyuruyor ki bizim zamanımızdaki müşrikler kimlerdi onlar? Özlerini İslam'a nispet eden, La ilahe illallah Muhammedun Resulullah diyen, namaz kılan, ben Müslümanım diyen, ama bununla beraber müşrik olan zamanımızdaki müşrikler meleklere, salihlere ve velilere dua etmekle, onlardan şefaat talep etmekle ve onlara yakınlaşmayı istemekle Allah Resulü sallallahu aleyhi ve sellemin zamanındaki kafirlerden de ileri gitmiştiler. Allah Resulü sallallahu aleyhi ve sellemin zamanındaki kafirler her şeyin Allah'ın elinde olduğunu tasdik edirdiler ve Allah'tan başka varlıklara yalnız bolluk vaxtı dua edirdiler. Başlarına bir müsibət, bir sıxıntı gəldikdə isə ixlas ilə, tövhid ilə Allah'a dua edirdiler. Allah Azze ve Celle buyuruyor ki,
وَإِذَا مَسَّكُمُ الضُّرُّ فِي الْبَحْرِ ضَلَّ مَنْ تَدْعُونَ إِلَّا إِيَّاهُ فَلَمَّا نَجَّاكُمْ إِلَى الْبَرِّ أَعْرَضْتُمْ وَكَانَ الْإِنْسَانُ كَفُورًا. Buyurur ki, sizə dənizdə bir fəlakət üz verdiyi zaman ondan başqa dua etdikləriniz sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən insan nankordur. İsra surəsi 67-ci ayə. Bil ki, tövhid Allah'a ibadətdə təkləşdirməkdir. Allah Əzə və Cəllə peyğəmbərlərini qullarına bu din ilə göndərmişdir. Tövhid dini ilə göndərmişdir. Bu peyğəmbərlərdən birincisi Nuh əleyhissalamdır. İnsanlar salih kişilər olan Vəd, Suva, Yağus, Yauq və Nasr haqqında həddi aşdıqları zaman Allah onu qövmünə peyğəmbər olaraq göndərmişdir. Peyğəmbərlərin sonuncusu Muhammed sallallahu aleyhi və səlləmdir. O da salih kəslərin surətlərini parça-parça etmişdir. Allah onu çoxlu ibadət edən, həcc edən, sədəqə verən və Allahı çox zikr edən bir qövmə göndərmişdir. Bu əməllər onlara hardan qalmışdır? İbrahim əleyhissalamın dinindən. Onlar özləri İbrahim əleyhissalamın dininə nisbət edirdilər. Onlar özlərini İbrahim əleyhissalamın dini üzərində olduqlarını iddia edirdilər. Necə ki, bugünkü müşriklər özlərini Muhammed sallallahu aleyhi və səlləmin dini üzərində olduğunu iddia edirlər. Buna baxmayaraq, Allah Əzə və Cəllə onlar haqqında nə buyurdu? Qul yə əyyuhəl kafirun. De ki, ey kafirlər, lə ə'budu mə tə'budun. Mən sizin ibadət etdiklərinizə ibadət etmərəm. Ancaq onlar bununla bərabər mələklərə, İsa əleyhissalama, Məryəmə və bəzi digər salih kəsləri özləri ilə Allah arasında vasitəçi edirdilər. Və biz bununla Allaha yaxınlaşmağı və bunların bizə Allah qatında şəfaət etmələrini istəyirik deyirdilər. Allah Əzə və Cəllə Muhammed sallallahu aleyhi və səlləmi onlar arasında İbrahim əleyhissalamın dinini yenidən diriltmək və onlara ibadətin sırf Allahın haqqı olduğunu və Allahın haqqı olan bir şeyi yaxınlaşdırılmış bir mələyə və ya göndərilmiş bir peyğəmbərə verməyin caiz olmadığını xəbər verməsi üçün göndərmişdir. Artıq bunu bilmiş oldun ki, Allah Rəsulü sallallahu aleyhi və səlləmin zamanındakı müşriklərin inkar etdiyi tövhid, üluhiyyət tövhidi, bizim zamanımızdakı müşriklərin etiqad adlandırdığı ibadət tövhididir. Onlar gecə-gündüz qorxaraq və ümid edərək Allaha ibadət edirdilər. Sonra onlardan bəziləri Allah qatında özlərinə şəfaətçi olsunlar deyə mələklərə ibadət edir. Bununla işlərin yoluna düşməsini və Allaha yaxınlaşmağı qəsd edirdilər. Eyni şəkildə onlar da bəziləri Lat kimi salih kəslərə və ya İsa əleyhissalam kimi bir peyğəmbərə dua edirdilər. Və sən bunu da bilirsən ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm bu səbəblə onlarla vuruşdu və onları ibadəti təkcə Allahı yönətməyə dəvət etdi. Allah Əzə və Cəllə belə buyurur: Və innəl məsəcidə lillahi fələ təd'u mə'allahə əhədə. Şübhəsiz ki, məscidlər Allaha məxsusdur. Elə isə Allah ilə bərabər heç kəsə başqasına dua etmə. Cin surəsi 18-ci ayə. Yəni Allah Əzə və Cəllə buyurur ki, Ləhu də'vatul haqq. Haqq olan dəvət, qəbul olunan dua yalnız Allaha aiddir. وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَجِيبُونَ لَهُمْ بِشَيْءٍ. Müşriklərin ondan başqa, Allahdan başqa dua etdikləri onlara heç bir şeylə cavab verə bilməzlər. Bil ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm onlarla dinin tamamilə Allaha xas olması üçün, qurbanın tamamilə, nəzirin tamamilə, istiğasənin tamamilə, ibadətin hər növünün tamamilə Allaha xas olması üçün vuruşurdu. Onların rububiyyət tövhidini təsdiq etməsi onları İslama daxil etmədi. Onların mallarını və qanlarını halal edən şey onların mələklərə, nəbilərə və vəlilərə yönəlib şəfaət tələb etmələri, onlarla Allaha yaxınlaşmağa istəmələri idi. Bunları bildikdə isə artıq Peyğəmbərin müşrikləri nəyə dəvət etdiyini və müşriklərin qəbul etməkdən çəkindiyi tövhidi bilmiş olarsan. Məhz bu tövhid Allahdan başqa ilah yoxdur sözünün mənasıdır. Müşriklər ilah kəlməsi ilə, zamanımızdakı müşriklərin seyyid kəlməsi ilə qəsd etdiyi mənanı qəsd edirdilər. Allah Rəsulü sallallahu aleyhi və səlləmin zamanındakı müşriklər adını ilah qoyub etdikləri, onlara yaxınlaşdıqları, onlara dua etdikləri, onlara qurban kəsdikləri və s. nə idisə,
bugünkü müşriklerin eyni şeyi Seyyid adını Seyyid koyarak ettikleri şeylerdir. Yani fark yegane isimdedir. Allah Resulü sallallahu aleyhi ve sellemin zamanındaki müşrikler həmin o ilahlara özlərini Allah'a yaxınlaşdırmaq üçün ibadət edirlər. Onlara dua edirlər, onlardan yardım istəyirlər. Necə ki zamanımızdakı müşriklər eyni əməli edirlər və ilahlarının adını Seyyid qoyurlar. Yalnız fərq nədədir? İsimdədir. İsimlər isə həqiqətləri dəyişməz. Allah Resulü sallallahu aleyhi və səlləm onları tövhid kəlməsinə, yəni la ilahe illallah'a dəvət etmək üçün gəldi. Bu kəlmə ilə tələb olunan şey isə onun mənasıdır. Sadəcə tələffüz edilməsi deyildir. Cahil müşriklər Allah Resulü sallallahu aleyhi və səlləmin bu kəlməni söyləyən kəsdən nəyi tələb etdiyini bilirdilər. Allah Resulü sallallahu aleyhi və səlləm onlara "Qul la ilahe illallah tuflihu", la ilahe illallah deyin xilas olun dedikdə, o cahil müşriklər, hansı ki onları şeyx cahil adlandırdı, cahil müşriklər idi. Cahil müşriklər o kəlmənin mənasını Allah Resulü sallallahu aleyhi və səlləm onlardan nə tələb etdiyini bilirdilər. Ona görə bu kəlməni demirdilər, dillərinə gətirmirdilər. Bu kəlmə ilə tələb olunan şey sadəcə Allaha bağlanmaq, ondan başqa ibadət edilən varlıqları inkar etmək və onlardan bəri olmaq idi. Buna görə də Allah Resulü sallallahu aleyhi və səlləm la ilahe illallah deyin deyə tələb etdikdə onlar bütün ilahları tək bir ilah mı etdi? Bu həqiqətən təəccüblü bir şeydir dedilər. Cahil kafirlərin belə bu kəlmənin mənasını bildiyini öyrəndikdən sonra müsəlman olduğunu iddia edən kəslərin bu sözün mənasını cahil kafirlərin bildiyi qədər bilmədiyinə təəccüb edəcəksən. Sübhanallahul azim. Bu kəslər bu sözün sadəcə hərfləri tələffüz etməkdən ibarət olduğunu, qəlbin isə bu sözün mənalarına inanmasının lazım gəlmədiyini zənn edərlər. Bu kəslərdən bir az elm sahibi olanlar isə bu sözün mənasının Allahdan başqa yaradan, ruzi verən, dirildən və öldürən yoxdur olduğunu zənn edərlər. Cahil kafirlər belə la ilahe illallahın mənasını özündən yaxşı bildiyi bu kəsdə heç bir xeyir yoxdur. Yəni bu kəslər ki la ilahe illallah deyirlər, özlərinin müsəlman olduğunu iddia edirlər, amma o kəlmənin heç bir mənasını bilməzlər, o kəlmənin tələb etdiyini bilməzlər. Hansı ki Allah Resulü sallallahu aleyhi və səlləmin zamanındakı cahil kafirlər o kəlmənin nə tələb etdiyini bilirdilər. Bu kəslərdə şeyx buyurur ki, bu kəslərdə heç bir xeyir yoxdur. Əgər dediklərimi bütün qəlbinlə anladınsa, Allah Əzə və Cəllənin "İnna Allaha la yaghfiru an yushraka bihi", Allah ona şərik qoşanı əsla bağışlamaz ayəsində zikr olunan şirki başa düşmüş olacaqsan. Eyni şəkildə Allahın birincisindən sonuncusuna qədər bütün peyğəmbərləri göndərmə səbəbi olan dini də başa düşmüş olacaqsan. O din ki, Allah ondan başqa heç kəsdən qəbul etməyəcək və insanların əksəriyyəti bu dindən cahildir. Bunları başa düşməyin isə sənin üçün iki şey tələb edir. Birincisi, Allahın fəziləti və rəhməti ilə sevinməyin lazımdır. Necə ki Allah Azze və Celle buyurdu ki, bunlar Allahın lütfü və mərhəməti sayəsindədir. Qoy onlar bununla sevinsinlər. Bu onların yığdıqlarından daha xeyirlidir. İkincisi, ciddi bir şəkildə qorxmağın, narahat olmağın lazımdır. Çünki sən insanın cəhalətlə, ağzından çıxan bir kəlmə ilə kafir olacağını, onun cahilliyi səbəbilə üzürlü olmayacağını, həmçinin insanın özünü Allaha yaxınlaşdırdığını zənn edərək söylədiyi bir sözlə kafir olacağını bildikdə artıq narahatçılığın daha da çoxalar və bu hallardan səni qurtaracaq şeylərə daha çox sarılarsan. Hansı ki, Allah Azze və Celle sənə Musa Aleyhisselamın qövmünün qissəsini xəbər vermişdir. Ki, onların salih əməllərinə və elmlərinə baxmayaraq Musaya gəlib, onların ilahları kimi bizə də ilah et demişdilər. Bir ki, Allah Azze və Celle bu tövhidlə nə qədər peyğəmbər göndəribsə, hikməti gərəyi mütləq hamısına bəzi düşmənlər musallat etmişdir. Allah Azze və Celle buyurur ki, beləliklə biz hər bir peyğəmbər üçün insanlar və cinlərdən olan şeytanları düşmən müəyyən etdik. Tövhid düşmənləri çoxlu elm sahibi və bir çox kitab və hüccət sahibi ola bilərlər. Belə ki, Allah Azze və Celle buyurur ki, peyğəmbərlər onlara açıq dəlillərlə gəldikdə
Özlərində olan elm səbəbləri ilə təkəbbürləndilər. Özlərində olan elm səbəbi ilə təkəbbürləndilər. Müminin surəsi 83-cü ayə. Bunu bildiyin və Allahın yolunu öyrəndiyin zaman o yol üstündə oturan, bəlağətli danışan, elm və hüccət sahibi düşmənlərin də hər zaman olacağını bilməyin lazımdır. Allah Əzzə və Cəllə buyurur ki, hər yolun başında oturub, Allaha iman gətirənləri hədələyib, onun yolundan saptırmayın və onu əyri göstərməyə çalışmayın. Sənə cavabım budur. Allahın dinindən bu şeytanlara qarşı sənə silah olacaq dəlilləri öyrən. O şeytanlar ki, onların rəhbəri olan iblis sənin Rəbbinə belə demişdi. Alə fəbimə əğvaytəni ləəqudənnə ləhum siratəkəl müstəqim. İblis dedi ki, sən məni doğru yoldan çıxartdığına görə, mən də sənin düz yolunun üstündə oturub insanları tovlayacağam, insanları azdıracağam. Sonra onların yanına, önlərindən və arxalarından, sağlarından və sollarından gələcəyəm və sən onların əksəriyyətini şükr edən görməyəcəksən. Əgər sən Allaha yönəldinsə, onun hüccət və bəyanlarına qulaq verdinsə, nə qorxmağına, nə də kədərlənməyinə ehtiyac yoxdur. Çünki şeytanın hiləsi çox zəifdir. Əvamdan olan tək muvahhid bir kəs, bu müşriklərin alimlərinin 1000 nəfərinə qalib gələr. Necə ki Allah Əzzə və Cəllə buyurdu ki, وَإِنَّا جُنْدَنَا لَهُمُ الْغَالِبُونَ Bizim ordumuz mütləq qalib gələcəkdir. Allahın ordusu qılınc və nizə ilə qalib gəldikləri kimi, hüccət və dil ilə də qalib gələnlərdir. Amma silahsız bir şəkildə yola çıxan muvahhid üçün narahat olmaq lazımdır. Allah Əzzə və Cəllə hər şey üçün bir açıqlama, bir hidayət, bir rəhmət və müsəlmanlar üçün bir müjdə olan kitabını nazil etməklə bizə böyük bir lütf etmişdir. Batil əhli hüccət olaraq nə gətiribsə, mütləq Quranda onu çürüdən və batilliyini bəyan edən bir ayə vardır. Necə ki Allah Əzzə və Cəllə buyurur ki, وَلَا يَأْتُونَكَ بِمِثْلٍ إِلَّا جِئْنَاكَ بِالْحَقِّ وَأَحْسَنَ تَفْسِيرًا Onlar sənin yanına gəlib elə bir məsəl çəkməzlər ki, ona cavab olaraq biz sənə haqqı və ən yaxşı yozumu verməyək. Furqan surəsi 33-cü ayə. Bəzi müfəssirlər bu ayənin batil əhlinin qiyamətə qədər gətirəcəyi hər bir hüccət haqqında ümumi olduğunu demişdilər. Mənə qarşı çıxanlar ilə aramızda olan ən qəribə şeylərdən biri də budur ki, mən onlara Allahın kəlamını bəyan etdim. Müfəssirlərin bu ayələr haqqında görüşlərini açıqladım. Allah Əzzə və Cəllə buyurur ki, Ulaikəl-ləzini yəd'unə yəbtəğunə ilə rabbihimul vəsilət əyyuhum əqrabu və yərcunə rəhmətəhu və yəxafunə azəbəhu İnnə azəbə rabbikə kənə məhzura Onların yalvardıqları ilahları, özləri də Rəbbinə hansı daha yaxın olacaq deyə vəsilə axtarırlar. Onun rəhmətini umurlar, əzabından qorxurlar. Həqiqətən Rəbbinin əzabından qorunmaq gərəkidir. İsra surəsi 57-ci ayə. Yəni Allah Əzzə və Cəllə buyurur ki, وَيَعْبُدُونَ مِنْ دُونِ اللّٰهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ وَيَقُولُونَ هَؤُلَاءِ شُفَعَاؤُنَا عِنْدَ اللّٰهِ Onlar Allaha qoyub özlərinə nə bir zərər, nə də bir fayda verə bilməyənlərə ibadət edir. Və onlar bizim Allah qatında, Allah yanında şəfaatçilərimizdir deyərlər. Yine Allah Azze ve Celle buyuruyor ki Ela lillahi dinul halis vellezine ettehazu min dunihi evliya'a ma na'buduhum illa liyuqarribuna ilallahi zulfa. Doğrusu əsl din Allaha xasdır. Allah'a qoyub başqalarının özlərinə dost tutanlar biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik. Bunları bəyan etdiyimiz zaman mənə dedilər ki, nə bizə, nə də bizim kimi kəslərə Quran ilə, Rəsulun sözləri ilə və ya əvvəlki alimlərin sözləri ilə əməl etmək caiz deyildir. Biz ancaq sonraki alimlərin sözlərinə tabi olarıq. Mən onlara dedim ki, mən Hənəfilərin sonraki alimlərindən nəqillər gətirərək, Hənəfi olan bir kəs ilə münazirə edə bilərəm. Eyni ilə Maliki, Şafi və Həmbəli olan kəslərin hər biri ilə onların etimad etdiyi alimlərin kitablarından nəqillər gətirərək münazirə edə bilərəm. Bu təklifimə yaxın durmadılar. Allah Əzzə və Cəllə vəzifəsini yerinə yetirən və Allaha tövbə edib günahlarından xəbərdar olan kəsə rəhmət eləsin. Şübhəsiz günahdan tövbə edən heç günah etməmiş kimidir. Allah Əzzə və Cəllə bizi də, sizi də sevdiyi və razı olduğu şeylərə yönətsin. Allahumma amin.
Subhanaka Allahumma ve bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruka ve etûbü ileyk.